Elə bəhməz dedim, birdən yadıma düşdü. Sosial şəbəkədə baxıram, bir xanım həkim böyük bir həyəcanla deyir ki, qaraciyər xəstəliklərində, öd-küçəsi xəstəliklərində bəhməz, yəni doşabı tut, bəhməz istifadə etmək olmaz. İzahını verir, diqqətlə qulaq asıram, dəhşətə gəlirəm. Necə yəni olmaz? Bu öd qovucu kimi, öd küçəsini təmizləyən kimi, qaraciyər təmizləmək üçün bəhməzdən təmiz sən nə tapa bilərsən? Doşabdan təmiz nə tapa bilərsən? Nətər olmaz? Niyə olmaz? Və izah verir. Oradan gəldi, buradan da getdi, bir özü bilir, adamlar da maraqlıdırlar. Sonra yığırlar mənə, ay doktor, bəs sən deyirsən ki, qanı artırmaq üçün, faringiti müalicə eləmək üçün, yuxarı tənəffüs yollarını müalicə eləmək üçün, öd qovucu kimi, qaraciyər təmizləyici kimi, bəhməzdən tut bəhməzindən, yaxud da ki, müəyyən rayonlar doşab deyir, tut doşabından istifadə edin. Və bu xanım doktor da deyir ki, bu ziyanlı bir şeydir, qaraciyəri pis günə qoy. Qalırsan belə, neyniyəsən elə? Yəni, çalışın sosial şəbəkələrdə də mütləq mənada o sahədə biliyi olan adam, həkimdən məsləhət alın, o sahədə. Çünki çox, Azərbaycanda çox təəssüflər olsun ki, təbii üsullarla müalicə elmi şəkildə xeyli dərəcədə hələ zəifdir. Çünki mütəxəssislər çox azdır, yox dərəcəsindədir. Və adamlar da götürür, xarici, girirlər xarici mənbələrə. Oradan da əksəriyyətini də gördüyünüz o blogerlərin böyük bir əksəriyyətinin tibbi təhsili olmur və DR yazır qabağına, ondan da doktor olur və insanlara məsləhət verir. Və mənə məsləhət verir. Mən də yazır qayıdıram ki, ay qızım, necə ola bilər ki, sən həkim olmadan, bu elmdən, tibbdən xəbərin olmadan mənim səhvimi tutursan. Səhvi tutmaq olar, mənim heç olmasa həmkarım olmalıdır, bir həkim olmalıdır, bir diyaloq eləməli ki, mən ona deməliyəm, niyə mən belə deyirəm? Və yaxud o mənə deməlidir ki, nəyə görə belə düşünür? Bax, sən elə olmaz ki.